Hamınıza salam dostlar. Necəsiniz? Yəqin ki, yaxşısınız. Mən yeni Zirpoket videosu çəkirəm və bilirəm azdır, amma yenə də çəkəcəm də. Bilirəm azdır. Yəni deyəsiz azdır, amma yenə də çəkəcəm. Bu part 2-dir. Yəni az video çəkirəm. Yəni Zirpoket də bir puldur. Bir dənə bundan almışam. Petard 3 manat. Bir dənə yox. 2 dənə ek 6207 almışam. Bir dənə P750 almışam. Bunun qiyməti 2 manat idi. Bunun da qiyməti 250 idi. 2 dənə TP2000 almışam. Bunun qiyməti 3 manat idi. Bir dənə Colors Flowers almışam. Bunun qiyməti bu da 2 manat idi. Yəni çox baha deyil. Özdə dekabr ayında almışam, bu ay almışam. Bir dənə Duo almışam. Bunun qiyməti 1 manat idi. Bir dənə torpil almışam. Bunun qiyməti 1.50 idi. Türk torpildir. Üstündə yaz da var idi. Onu sökmüşəm. Bir dənə belə top almışam. Top deyirik biz buna. Bunun da qiyməti 1 manat idi. Yəni çox ucuz qiyməti var. Belə bir Crazy Robot almışam. Crazy Robot. Bunları niyə bantlamısan deyirsinizsə, bunların bantlamayanda belə içi zadı tökülür arada. Mən qarantiya alım dedim. Bunun qiyməti 5 manat idi. 5 manat almışam mən. Və fişənglər. Bundan 3 dənə almışam. Bunun qiyməti 2.50 idi. Dediyim kimi dostlar, azdır, amma yenə də çəkdim. Sağ olun, sağlıcaqla qalın.